Rəqslər özündə təbiətin ruhunu ifadə edir. İnsan isə yaşadığı təbiətin ruhunun daşıyıcısıdır. Həmin ruh bu yerlərdə yaşayan hər bir ləzginin qanında, canında gəzir. İnsanın daxili aləmi, mənəviyyatı beləcə formalaşır. Rəqs həm də həyat tərzinin, yaşamaq eşqinin, mübarizənin və qələbənin təcəssüm vasitəsidir. Bəşər övladı öz daxili aləmini rəqs hərəkətlərində nümayiş etdirməyə çalışır. Bəzi rəqslərdə ifaçılar öz hərəkətləri ilə sevinclərini ifa edir, bacarıqlarını nümayiş etdirirlər. Rəqs zamanı kişilər öz hərəkətlərində bu ilahənin yerdəki köməkçisi olan atı və göydəki müşahidəçisi olan qartalı təcəssüm edir. Bu vaxt ləzgi qadınları onları dəstəkləyir. Öz ifa məharətlərini nümayiş etdirməklə rəqsi tamamlayırlar. Rəqs vaxtı oğlanlar və qızlar bir-birinə həm dəstək olur, həm də qızğın rəqs hərəkətləri zamanı digərlərinə qısa istirahət imkanı yaradırlar. Hər bir rəqsdə rəqqas öz məharətini ilk növbədə qadınlara nümayiş etdirir. Yarışma xarakterli rəqslər istisna olmaqla başqa hallarda kişilərin qadınsız rəqs etmələri məqbul sayılmır.